Keşki müəllim çox vacib bir məsələyə toxundu. O dedi ki, təəssüflər olsun ki, dünya Adam Smithin utopik ideyalarından deyil, Makiavelizm ideyaları üzərində qurulubdur və təəssüf hissi ilə mən sizinlə razıyam. İki dənə çox vacib bir oyunçu var hal-hazırda, debat perspektiv. Jeffrey Sachs, Harvard professorudur, dünyanın ən yaxşı iqtisadçılarından biridir və John Mearsheimer, Chicago Universitetinin professoru, siyasi elmlər professorudur. Bütün ABŞ-ın Çinə qarşı bütün doktrina məhz Mearsheimerin doktrinası adlandırılır. Çünki onun nəzdində bir hipoteza durubdur. Mearsheimer deyir ki, Çin əgər belə iqtisadi güclənməsi davam etsə, o özünü ABŞ kimi aparmağa başlayacaqdır. Yəni başlayacaqdır öz qaydalarını hamıya diktə etməyə, hətta ABŞ belə qarşı hərbi hegemonluğunu gətirəcək. Bu hipotezadır. Jeffrey Sachs iqtisadçı olaraq, hansı ki, həddindən çox Çini yaxşı tanıyır, o deyir ki, hörmətli professor Mearsheimer, Çinin sivilizasiya olduğu tarixdə ABŞ aborigenləri bir-birinin başını kəsirdilər. Müqayisə olunmaz dərəcədə Çinlə ABŞ-ni müqayisə etmək çətindir. Çünki biz 250 il cəmi varıq, tez varlandıq və özümüzü dünya prizmasında, arenasında yeni etmə kimi aparıq. Çox varlı yeni etmə. Biz güclü düşünürük, hamı biz dediyimizi etməlidir. Biz hamıdan ağıllıyıq. Çin isə 4000 illik bir tarixi var və çox uzun müddətli siyasət yürüdür və heç kimi zəbt etmək, hansı bir hegemonluq etmək üzərində deyil.